Salam aleykum. Aleykümselam. Deyəsən biraz hamımız depresiyadayıq. Demək, bugün depresiyadan və panik atakdan danışacağıq. Qonaqlarımız Elnur müəllim, ilahiyyatçı və ilahiyyatçı Ağali müəllim. Xoş gəlmisiniz. Təşəkkür edirəm. Çox sağ olun. Deməli, depressiv pozuntular bazarında gəlirin 2025-ci ildə 8,9 milyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Yəni hamımız görürük ki, gündən-günə depressiyalar, panik ataklar və s. insanlarda daha çoxalır və görsənən odur ki, yəni düzdür, bu dərman sahəsində bunun çarəsi tam tapılmır. Yəni artım arta gedir və proqnoz da statistik saytlarda proqnoz da onu göstərir ki, artım var. Bəlkə bunun çarəsi dindədir. Elnur müəllim, bu haqda nə deyə bilərsiniz? Zəhmət olmasın. Təbii ki, həll yolları var. Həll yolları həm dini tərəfdəndir, həm də dünyavi tərəfdən. Yəni biz dini tərəfdən baxanda depressiyaya görə ən gözəl həll yollarından biri namazdır. Yəni namazdır, duadır. Həmçinin Qurani-Kərimi oxumaqdır, Quranı tilavət etməkdir. Yəni bu ən gözəl həll yollarından biridir. Çünki bu insana ən böyük mənəvi dəstəkdir. Və həmçinin depressiya dediyiniz kimi panik atak da ona bənzər bir haldır. Yəni İslami həll yolları bunlardır. Necə ki Qurani-Kərimdə Uca Allah buyurur ki, biz bilirik ki, sənin qəlbin onların dediklərindən sıxılır. Sən Rəbbinin adını təqdis et, yəni onu ucalt və səcdə edənlərdən ol. Və bu göstərir ki, yəni Uca Allah öz peyğəmbərinə sıxıntı anında nə etməyi tövsiyə edir. Sıxıntı anı da təbii ki, insanın depressiv hal sıxıntı halıdır, insanın qəlbinin sıxılmasıdır, hüzün çəkməkdir, sıxıntı yaşamaqdır. Ən gözəl həll yolu Qurani-Kərimdə göstərilən üslubdur. Allahı ucaltmaq, təsbih etmək, dualar etmək və həmçinin səcdə etmək. Çünki ayə də buna dəlalət edir. Və bu ən gözəl, yəni din açısından ən gözəl həll yollarıdır. Dünyavi həll yolları da var, ona uyğun mütəxəssislər izah edə bilərlər. Müxtəlif vasitələr, idman və ya buna bənzər fikri yayındıran məsələlər. Təşəkkür edirəm, sözünüzü kəsmirəmsə. Bir də Ağali müəllim, sizə də sual ünvanlamaq istəyirdik. Bir də baxırsınız ki, bu iqtisadi inkişafləmiş ölkələrdə baxırsınız ki, maddi baxımından çox şey daha yaxşıdır. Məsələn, ilklərdə gələn ölkələrdən biri, məsələn, Yaponiya. Halbuki orada depressiv səbəblərlə də intiharlar yüksək səviyyəyə çatıb. Ümumiyyətlə, bu hiss olunur ki, bu tək maddiyyat deyil. İnsanın bir ruhunun da nəyəsə ehtiyacı var. Maddiyyatla həll olsaydı, bu ölkələrdə bu qədər depressiyalar falan olmazdı. Hələ Amerikanın özündə də antidepressantlar o qədər içilir ki, yəni yüksək səviyyəyə gəlib çatıb. Bu haqda dinimiz nə deyir? Yəni bu məlumat verərdiniz, zəhmət olmasın. Məncə də təşəkkür edirəm, çox sağ olun. Həm gözəl mövzu açmışsınız, həm də bizi dəvət eləmisiniz. Allah razı olsun. Həmçinin bu mövzu öz-özlüyündə də günümüzdə çox aktual bir mövzudur və hər zaman buna ehtiyac duyulur və Allah Subhanahu taala dinləri göndərmə səbəblərindən də biri odur ki, insanlar qəlb rahatçılığı ilə yaşasınlar, rifah içində yaşasınlar. O yöndən ki, qəlbləri həmişə səkinətli olsun. Bunu insan yalnız qəlbi ilə əldə edə bilər. Bu yalnız qəlblə, dinlə əldə olunan bir şeydir. Bu da yalnız dinimizdədir. Ona görə Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, həqiqətən də müminin işi təəccüblüdür. Başına bir xeyir iş gələndə Allah'a şükür eləyir, yəni o nemətin təşəkkürünü eləyir. Bu onun üçün xeyirlidir. Başına bir müsibət gəldikdə buna görə səbr eləyir, yenə onun xeyrinədir və bu yalnız mümin üçündür, başqası üçün deyil. Bəli, demək, insan qəlb rahatçılığını yalnız və yalnız imanda tapa bilər. Çünki Allah Rasulü sallallahu aleyhi ve sellem sözündə dedi ki, bu yalnız və yalnız möminə aid olan bir şeydir. Ona görə mömin olan insan istər rifah içində yaşayan ölkələrdə yaşasın, istərsə də kasıb, inkişafdan geridə qalmış bir ölkələrdə yaşayan olsun. Kasıb ailənin evladı olsun, kasıb ailənin mənsubu olsun və yaxud da zəngin ailənin mənsubu olsun, sağlam olsun, xəstə olsun, qoca olsun, cavan olsun, fərq eləmir. Çünki bu qəlbə qayıdan bir şeydir. Bu mənən əldə olunan bir şeydir. Əgər bir kəs bunu əldə eləməyə bacardısa, yəni qəlbində o iman artıq kökləndisə,
bu insan o rahatçılığı tapacaqdır. Mümkün deyil. Harda olursa olsun. Və az öncə dediyiniz kimi, statistik göstəricilərə baxanda görürsən ki, həqiqətən də daha inkişaf eləmiş ölkələrdə intihar sayı daha çoxdur, nəinki başqa ölkələrdə. Rifah içində yaşayan ölkələrdə boşanma sayı daha çoxdur, nəinki müsəlman ölkələrində və yaxud da rifahda onlardan biraz aşağı səviyyədə yaşayan ölkələrdə. Bu apaçıq onun göstəricisidir ki, bu yalnız dinlə əldə olunan bir şeydir. Qəlb xəstəlikləridir, insanın depressiyaya düşməsidir. Bunun iki tərəfi ola bilər. Burada cəmiyyətdə həkimlərin də üzərinə düşən böyük bir öhdəçiliklər var. Çünki onlar da qismən bu şeyin öhdəsindən gəlməyi bacarırlar. Çünki bu fiziki olaraq da insan bu dərdə düşə bilər. Amma əksərən insan buna görə nədən düşür? Nimətin şükrünü edə bilməyəndə və bəla zamanı səbr edə bilməyəndə. Bu da sırf dinlə az öncə dediyim kimi əldə olunan bir şeydir və bunu da yalnız və yalnız insan rahatçılığın tapdığı, qani olduğu, haqq bildiyi dinlə əldə edə bilər. Allah razı olsun. Amin. Elnur müəllim, belə bir sual verim sizə. Bəzən insanda olur ki, yəni ola bilər izləyicilərin çoxunda da bu olur. Bir sıxıntı olur qəlbində. Və bunun səbəbini də tapa bilmir. Və hətta mənə yaxın adamlardan biri özü etiraf eləmişdi ki, elə məndə sıxıntı olmuşdu ki, deyir, hətta 2 həftə ərzində qəlbim elə sıxılırdı ki, hətta özümü binadan atmaq istəyirdim. Yəni pəncərəni açıb o dərəcədə intihar etmək istəyirdim. Yəni bu sıxıntı məni hətta bu hala gətirmişdi. Şükürlər olsun, yəni o dərəcəyə də Allah qorudu onu, yəni onu eləməyib. Yəni mənə etiraf eləmişdi bunu. Yəni bunun səbəbləri də buna nankorluqdurmu, günahlardırmı, yaxud nədir bunun səbəbi? Yəni dinimiz buna nə deyir? Səbəblər çox ola bilər bəzən. Yəni burada maddi və mənəvi səbəblər var. Bəzən olur ki, insanın mənəviyyatında və ya ona qarşı olan münasibətdə müəyyən cəmiyyət tərəfindən bir şeylər olur və insan bundan təsirlənir. Belə bir hala düşə bilir və ya baş verən hadisələr, maddi həyatında baş verən hadisələr, müxtəlif yollarla, hər bir halda biz əgər İslam açısından buna baxırıqsa, insan bu dünyada yaşayırsa, biz bilirik ki, bu həyat bir sınaqdır, imtihandır. Hər bir halda əgər sınaq imtihandırsa, deməli burada mütləq gec-tez insan sınağa çəkilir və biz Quran-ı Kərimi də oxusaq, görərik ki, Quran-ı Kərim əvvəldən sona qədər müəyyən mövzularda danışır və onlardan da biri sınaq imtihanıdır. Elə ən böyük sınaq imtihanlar Peyğəmbərlərin üzərində görürük biz. Yəni, nümunə olaraq da onlar bizə kifayət eləyir. Və ən böyük nümunə olaraq da elə Peyğəmbərimiz Muhammed əleyhissalam, Allahın ona salavatı və salamı olsun. Yəni, biz onun həyatını oxusaq, görərik ki, həyatı doğrudan da o qədər də zahirən xoş keçməyib. Yəni, sıxıntılar, problemlər, itki, övladların itirilməsi, aclıq, kasıblıq, qövmü tərəfindən sıxışdırılması, yəni təbliğ etdiyinə görə, dini təbliğ etdiyinə görə qövmünün məzəmməti, yəni hər tərəfdən, necə deyərlər ona, o gələn təpkilər və bununla yanaşı onun möhkəm dayanması və yenə də Allahın dinini təbliğ etməsi. Yəni, bu nümunə olaraq bizə kifayət edir ki, yəni insan, ən xeyirli insanlar əgər bu sıxıntıları yaşayıbsa, deməli, adi insanlar da labüddür ki, bu sıxıntılardan keçsin. Və yəni misal da dediyimiz kimi, elə Quran-ı Kərim başdan ayağa misaldır buna. Həmçinin amma çıxış yolları odur ki, çıxış yolları dediyimiz kimi, elə Ağalim müəllim də buyurdu. Yəni həm dini açıdan çıxış yolu var, həm dünyəvi tərəfdən müalicə kimi və ya buna bənzər məsələlər. Ağalim müəllim də məsələyə əlavə. Allah razı olsun, çox gözəl buyurursunuz. Sadəcə mən məsələni biraz da başqa tərəfə çəkmək istəyirəm. Biz hər bir xəstəliyimizi müalicə eləyəndə onun kökündən çalışırıq, axtaraq tapaq ki, bu xəstəlik ümumiyyətlə nədən yaranır? Məsələn, insanların adətən bu günləri, hazırda depressiyaya düşmələri, insanların panik atakaya tutulmaları, adətən əlləri ilə elədikləri səhlənkarlıqdan, günahlardan
həyatın çətinliklərinə fikir verməməkdən, həyatın məsuliyyətini dərk eləməməkdən başlarına gələn hadisələrdir. Məsələn, adam gedir sadəcə avtomobilinin modelini dəyişmək üçün və yaxud da evinin divar kağızını dəyişmək üçün banklara müraciət edir. Özün kifayət qədər sələm borcları ilə yükləyir. Və təbii ki, əgər bu adam vaxtında o işləri görmək üçün əlində nağd pul imkanı yox idisə, əgər möcüzə baş verməyəcəksə, sələmi qaytarmaq o durumundan daha da çətin bir duruma salacaq. Və beləcə gəlir ki, həmin o sələm borcları şişir. Artıq ailəni başqa qayğıların, normal, daha vacib, daha zəruri qayğıların belə normal şəkildə qarşılaya bilmir. Təbii ki, depressiyada düşəcək, panik atak xəstəliyinə də düşəcək. Hətta infarkt ola bilər, insult da keçirilə bilər, paraliz olub yerdə də qala bilər. Təbii. Belə hallar olur. Olur, hə. İnsanlar bunu öz əlləri ilə edir. Və yaxud da az öncə İlnur müəllim dedi ki, hətta insanlar intihar həddinə belə gəlir, çıxır ki, sizə misal verdiniz ki, yaxın bir adam deyir, özü də etiraf edir ki, yəni az qalıb özümü intihar edeyim. Bax, gəlin biz baxaq bu günümüzdə özünü intihar edən insanlara. Niyə görə intihar edərlər? Biri gedir elə bir rüsva edici hərəkət eləyir ki, sonra onun altından çıxa bilmir, heç bir yol tapmır. Sadəcə çıxış yolu şeytan onu göstərir ki, gedib özünü öldürəndə sanki bu vəziyyətdən çıxış yolu. Və yaxud da gedir elə ağır bir borcun altına girir ki, onu qaytarmaqda heç bir imkan tapmayanda görür ev əldən çıxır, minik əldən çıxır, yenə də borc qurtarmır, deyir elə özümü öldürsəm bundan yaxşıdır. Bu da şeytanın bir vəsvəsəsidir ki, insanı günah dalayacaqlar. Ona görə alimlər deyirlər ki, şeytan bir günahda dayansaydı nə var idi? Kaş ki, şeytan insana zina elətdirib dayanardı. Dayanmır, şeytan insanı ən böyük günahlara qədər addım-addım aparır. Və insanın zəifləməsi, İnsanın qəlbinin hüzünə dolması, kədərə dolması şeytanı onun üzərinə gücləndirir. Ona görə Qurani Kərimdə həmişə Allah Taala insanları pozitiv olmağa çağırır. Deyir ki, qorxmayın, kədərlənməyin. Qorxmayın, kədərlənməyin. Alimlər deyir, qorxmayın sözü ilə Allah Taala kifayətlənməyin. Deyir, kədərlənməyin. Niyə görə? Deyir, qorxmayın. Yəni keçmiş, nə ki sizi gələcəkdə gözləyir, ondan qorxmayın. Kədərlənməyin. Keçmişdə əlinizdən çıxan şeylərdən, itirdiyiniz şeylərə görə kədərlənməyin. Ona görə Allah Taala həmişə paralel olaraq deyir, qorxmayın və kədərlənməyin. Gələcəkdə sən nə gözləyir? Bil ki, Allah bağışlayandır, rəhm edəndir. Onun barədə zənnlərini gözəlləşdir. Çünki Allah Taala səni anandan çox istəyir. Bax, üzümü tuturam cavanlarımıza, gənclərimizə, əzizlərim. Vallahi ki, sizin Rəbbiniz olan o gözəl Allah sizi analarınızdan çox istəyir. Sizi 9 ay bətnində gəzdirən, sizə 2 il süd verən, sonra böyüyüb bu yaşa gətirib çıxardan, o mehriban ananızdan Allah Taala sizi çox istəyir. Və siz əgər hər hansı bir çətin vəziyyətə düşmüsünüzsə, bilin ya özlərinizin etmişsiniz, ya da Allah Taala sizi sevərək imtihan edir ki, dərəcənizi qaldırsın. Və əgər bu şey enində sonunda yenə Allah'tandırsa, niyə görə sən Allaha üsyan yolunu seçib buradan çıxış yolu axtarırsan? Məyər insan özünü öldürməklə bu çıxış yoludur. İnsan narkotikə üst tutmaqla bu çıxış yoludur. İnsan alkoqollu içkilərə üst tutmaqla bu çıxış yoludur. Hamısı lənətlənmiş yollardır. Ən gözəli olan Allaha qayıtmaq, Allaha sığınmaq, Allaha tövbə eləmək. Allah Taala qulun tövbə eləməyinə sevinir. Elədiyin günah nə olursa olsun, ondan da böyük günah ümidsizliyə qapanmaq. Çünki ümidsizliyə qapanmaq zalimlərin işidir. Zalimlərdən başqa kim ümidsə qapana bilir. Allah Taala buyurur ki, ey günah işlətməkdə həddi aşan qullarım, Allahın rəhmətindən ümidinizi üzmür. Həqiqətən də Allah Taala bütün günahları bağışlayır, istisnasız. Bütün günahlar. Yetər ki, biz Allaha tərəf dönək, yetər ki, biz tövbə eləyək, yetər ki, biz Allah Taaladan bağışlanma diləyək. Ona görə ən birincisi, o hüzünlü, kədəri, depressiya gətirən hallara özümüzü öz günahlarımızdan aparaq çıxartmayaq. Yox, əgər o səhlənkarlıq, o səhvlər bizdə oldusa, o zaman isə biz nə etməliyik? Özümüzü düzəltməliyik, əməllərimizi düzəltməliyik və bütün işlərimizi Allaha təvəkkül eləyib, Allahdan bir çıxış yolu gözləməliyik. Allah Taala da buyurur ki, kim Allahdan qorxarsa, Allah Taala ona çıxış yolu qoyar və ağılına gəlmədiyi yerdən isə ruzisini yetirir. Bu Allahın bir vədidir. Üzərimizə düşən sadəcə Allahdan qorxmaqdır. Allah razı olsun. Amin. Müəllim, çox gözəl izah elədiniz bu hissəni də, bu sualımızı da. Belə deyək, Elnur müəllim, bir çox insan, içində də bəlkə özümüz, günümüzün reallığı odur ki, həm texnologiyanın inkişafı buna səbəbdir ki, sosial şəbəkələrdə birimiz az, birimiz çox və kütlə olaraq da insanlar sosial şəbəkədə çox vaxt keçirirlər.
və müəyyən populyar adamlara baxırlar, insanlara baxırlar. Onlar da həyatının xoş anlarını ancaq çəkirlər, gözəl anlarını çəkirlər və insanlarda sanki elə bir fikir formalaşır ki, onlar ancaq xoş anlar sürür, gözəl həyat sürür və özündən daha çox nemət verilən kəslərə baxırlar. Və sonra depressiyaya düşürlər. Yaxud seriallarda da belə. Belə deyək də, onların virtual həyatını öz real həyatları ilə müqayisə edirlər. Bəli, müqayisə edirlər. Yaxud serialına kim ki, o xanımlar var ki, məsələn, əsasən çox xanımlar baxır, seriallara baxırlar. Seriallarda da hamısı rezidensiyalarda yaşayır, modelləri çəkirlər orada və xoş anlara əsas çəkirlər. Düzdür, kədərli formalarda olur və onunla öz həyatını müqayisə eləyir. Yəni özündən daha çox nemət verilən kəslərə baxır. Halbuki o da bir həqiqət deyil, çünki onların da kədərli anları var. Sadəcə o kədərli anları sosial şəbəkədə heç kəs şəxsi profildə təbii ki paylaşmır. Və özündən yuxarıda olanlara baxmaq, nemət daha çox verilənlərə baxmaq haqqında bəs dinimiz nə deyir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Əlbəttə, yəni dinimiz həyatın hər bir sahəsini əhatə edib. Əslində, yəni mövzudan biraz qıraq deyək. Əgər araşdırılsa bütün dinlər biz görərik ki, yəni İslam dini ümumiyyətlə həyatın hər bir sahəsində öz töhfəsini verib. İstənilən sahəsində, istər tərbiyə məsələlərində olsun, uşaq tərbiyəsi, istər insanların bir-birindən olan müamiləsi, istər böyük kiçik məsələsi, istənilən məsələ, alqı, satqı, yəni həyat insanın yaşayışı üçün lazım olan hər bir məsələ İslamda özünü tapıb. Yəni bu yalnız İslama aiddir. Yəni araşdırsaq görərik ki, İslamdan başqa heç bir din bu qədər əhatəli deyil. Və təbii ki, sualımıza qayıdaq. Dinimiz də onu göstərib ki, həmçinin Peyğəmbərimiz Muhammed, Allahın ona salavatı və salamı olsun, qeyd edib ki, yəni dediklərindən belə başa düşülür ki, insan heç vaxt özündən yuxarı təbəqəyə baxmamalıdır, özündən aşağıya baxmalıdır. Hətta ona verilmiş və ya onun əldə etdiyi, əlində olan şeylərə görə təəssüflənməsin və ya hüzünlənməsin və ya onu az görməsin. Çünki insan hər hansı bir hala çatırsa çatsın və ya hər hansı bir mövqeyə, dünyavi bir məqama çatırsa çatsın, o heç vaxt zirvəyə çata bilməz. Çünki hər hansı bir məqama çatan özündən daha yenə yüksəyini istəyəcək. Yəni bu sonsuza qədər davam edə bilər. Və üzrsən özündəki nemətləri görmür onda. Bəli, yuxarı yəni baxanda. insanın xisləti elədir ki, necə ki Peyğəmbərimiz də buyurur ki, Adəm övladının bir vadi qızılı olsa, ikincisini istəyər. İkincisi olsa, üçüncüsü istəyər və onun gözünü deyir, yalnız torpaq doyurur. Yəni insan öləndə yalnız razı qala bilər. Ona görə yəni razılıq məsələsi elədir ki, onun insanın mövqeyi ilə və ya maddiyyəti ilə bağlılığı yoxdur. İnsan əgər razı qalmaq istəsə, hər bir halında razı qala bilər. Yox, əgər öz məqamından razı deyilsə, o heç bir halda razı qala bilməz. Və bu məsələdə də yəni bir İslam açısından, din açısından da elədir ki, insan olduğuna şükür etməlidir ki, yəni ona verilənlər az görsənməsin. Çünki nə qədər verilmişsə ondan üstünü var. Bu belə. Və yəni mövzumuza da qaydanda sıxıntı məsələlərində əgər biz dinimizə əhatəli şəkildə baxsaq, tam olaraq və araşdırsaq, görərik ki, hətta Peyğəmbərimiz buyurur ki, müminin, yəni inanan bir şəxsin, müsəlmanın başına gələn hər bir sıxıntıda onun üçün bir xeyir var. Və buyurur ki, hətta onun əlinə bir kiçik tikan belə batsa, onun kəffarəsi də onun günahlarından silir. Və hətta Peyğəmbərimiz buyurur ki, elə bir yorğunluq, elə bir dərd, elə bir hüzün insana toxunmaz ki, o mütləq onun günahlarından silməsin. Deməli, bu əlavə olaraq insana stimul verir, bir rahatlıq verir. Elə bu özlüyündə bunu bilmək insandan sıxıntını, hüznü, depressiyanı azaldar. Yəni insan daim fikirləşsə ki, hal-hazırda çəkdiyim sıxıntı və ya başıma gələn bir müsibət boşuna deyil. Yəni bu baş verdi və belə getdi və mən zərər çəkdim. Xeyr, əksinə. Bu mənim başıma gəldisə, bu mənim xeyrimə oldu. Çünki yəni hədisdə də gəlir ki, əgər müminin başına bir iş gələrsə, o səbr edər və bu onun üçün xeyirdir. Əksinə, ona bir nemət gələrsə, o şükür edər, bu da onun üçün xeyirdir və bu yalnız inanan üçündür. Yəni mömin üçündür. Və çıxış yolu da dediyimiz kimi, ən gözəl bu məsələdə çıxış yolu dinimizin göstərdiyi kimidir. Əgər biz bu deyilənləri
şuurlu şəkildə dərk etsək və gündəlik həyatımızda bunu tətbiq etsək, bizim üçün həyatda olan o çətinliklər, sıxıntılar çox-çox asanlaşar və bəzən də heç adi bir hala çevrilər. Yəni o sıxıntı heç bizə təsir eləməz. Böyük bir hadisə baş verər, biz ona soyuqqanlı yanaşarıq, tədbir görərik, lazım olan necə deyirlər, hər cür tədbirə əl atarıq, amma yəni rahatçılıq baxımından soyuqqanlı yanaşarıq. Nə barədə? Biz bilərik ki, bu artıq qədər deyilən bir şey var. Ona görə yəni dinimizdə də imanın şərtlərindən biri də qədərə imandır. Qədər nədir? Yəni baş verən hər bir hadisə öncədən təqdir olunub Allah tərəfindən və bu Allahın təqdirindən, onun hikmətindən çölə çıxmayıb. Və bunu insan bildiyi zaman onun üçün baş verən hadisələr də çox asanlaşır. Və rahatlaşır o. Rahatlaşır. Bu yazılmışdır. Yəni bu doğrudan da yəni insan yalnız bu açıdan baxanda həyat çox asan olur. Amma əksinə çox çətindir. Yəni əgər insan bu məsələlərə İslam açısından baxmasa, çox çətindir. Tibbi yollarla müəyyən dərman atmaqla depressiyanı aradan və mən harda səhvlədim falan, yəni bu qədər analiz eləmək və bu müvəqqəti çıxış yolları, həqiqi çıxış yolu deyil. Əslində həqiqi çıxış yolu bizim dediyimiz vasitələrdir. Yəni İslam bizə ən gözəl şəkildə bunu izah edib. Yəni dediyimiz o Peyğəmbərimizin hədisləri də göstərir ki, insan özünə necə təskinlik verir. Zaten dərmanlar biz də bilirik ki, məsələnin kökün həll eləmir. Simptomları götürür, müvəqqəti olaraq. Məsələnin əsasını götürmür. Çünki məsələnin əsası insan yaşayırsa, artıq istər-istəməz nələrsə baş verəcək, sınaqlar var, imtahanlar var. Bəli. Bəzən də elə başa düşülür ki, yəni sanki Allah bizi sınaqlar üçün yaradıb, sınaqlar, bəlalar. Amma səhv eləmirəmsə İslam alimlərdən biri demişdi, yaxud mütəfəkkirlərdən biri demişdi ki, bir insan palazı çırpır, məqsəd o deyil ki, palaza zərər vursun, yaxud o xalçaya zərər vursun. Məqsəd odur ki, onu təmizləyir, saflaşdırır. Bəli, doğrudan da elədir. Yəni əslində mövzumuz yəni o depressiya, yəni panik atak, nə bilim, hüzün, belə şeylərə aparan yəni səbəblər nədir? Səbəblər təbii ki, yəni problemlər, sıxıntılar nələr? Biz bilməliyik ki, yəni əgər biz sınağa çəkiliriksə, yəni Allah Taala bunun yəni biz bədbəxt olaq deyə etmir. Bəzən yəni bizim xeyrimizə olur. Bəzən bizim başımıza gələn hər hansı bir müsibət onun arxasında bir xeyir olur. Biz bunu bir müddətdən sonra hiss edə bilirik. Əslində bu özlüyündə bir rəhmət olur. Bəzən olur ki, biz hər hansı bir mövqedə, məqamda dayanırıq nəyəsə görə, dayandırılırıq. Zahirən bizə çətin gəlsə də onun arxasında bir rəhmət var. Bu elə özlüyündə Allahın rəhmətini göstərir. Ki Allah Taala yəni öz qullarına bəzən onları həlak etməmək üçün müəyyən sıxıntılar, çətinliklər və ya hardasa onları saxlayır. Onun arxasında bir rəhmət, bir xeyir olur. Sanki onları oyadır. Bəzən biz oluruq, harasa gecikirik. Bu bizə xoş gəlmir. Nəyisə itiririk. Amma onun arxasında olur ki, qarşıda gələ biləcək bir bəla bizdən soruşur. Yəni bu özlüyündə nədir? Rəhmətdir. Yəni Allahın rəhmətidir. Yəni biz elə başa düşməyək ki, bütün hadisələr bizim əleyhimizədir. Yəni ona görə əgər bu məsələləri biz dərk etsək, onda bizim sıxıntımız da, hüznümüz, depressiyamız azalar. Təşəkkür edirəm, Allah razı olsun. Sizdə. Həmçinin yəni nəyi əlavə edə bilərəm? Yəni burada həll yolları da var. Yəni əslində problem varsa bunun həll yolu var. Həll yolu odur ki, bir müsəlman olaraq biz bilməliyik ki, yəni Allah sevir ki, qulları ona dua etsin. Və Quran-ı Kərimdə də çox yerlərdə, yəni Allah Taala qullarına dua etməyi əmr edir. Və Allah istənilməyi sevir. Adəm övladı istənilməyi sevmir, amma istəniləndə əksinə qəzəblənir. Amma Uca Allah istənilməyəndə qəzəblənir. Yəni bəzən də bu sıxıntıların məqsədi insanın öz Rəbbinə dönməsidir. Bu sıxıntılar insanı öz Rəbbini ona tanıtdırır. Yəni bəzən olur ki, biz tanımaq istəmirik, amma Allah bu sıxıntılarla özünü bizə göstərir. Ki duamız çoxalsın, ona olan rəğbətimiz. Bəzən olur ki, insanlar firavan həyat yaşayır və o firavanlıq onlara həlakət. Qəlbin daşdaşdırır, bəli. Sanki özünü ehtiyacsız bilir. Bəli, hətta bir ailələrin birində gəlir ki, əgər biz ruzini,
firavanlığı yer üzərinə açsaydıq, onlar yer üzərində fəsad törədərdilər. Bu da müşahidə olunan bir şeydir. Bəzən olur ki, nemətlər çoxalır, rifah çoxalır, rahatçılıq çoxalır. Bir tərəfdən bəlalar, müsibətlər də İnsan çoxalır. təkəbbürlənir, həddə Bəli, aşır. yəni hər insan o nemətə dözə bilmir. Ona görə də Allah Teala bəzən müsibətlərlə, sıxıntılarla insanları həlak olmaqdan qoruyur, saxlayır. Amma çıxış yolu, həll yolu da var. Bir müsəlman olaraq, əgər insan sıxıntı anında öz Rəbbinə dönərsə, qayıdarsa, o onun nəticəsini görər. Yəni Quran-ı Kərim də buna yönəldir. Deyir ki, yəni məqsəd odur ki, insan sıxıntı anında, bəla anında öz Rəbbinə qayıdarsa, o çıxış yolunu mütləq görəcək. Nə çox insanlar var ki, şahid olub, çıxılmaz bir duruma düşüb və bütün gücü ilə, bütün qəlbi ilə qəlbi yaradana yönəlib, Allaha yönəlib. Hətta imansız bir insan elə çıxılmaz vəziyyətə düşüb ki, məcbur olaraq yaradanı çağırıb, Allahı çağırıb və özü də görüb ki, yəni mümkün olmayan bir işlər baş verib. Bunlar hamısı nəyi göstərir? Yəni Allah Teala bəzən o insanı o hala saldı və öz qüdrətini ona göstərdi. Və bu özlüyündə də bir rəhmətdir və çıxış yolu da yəni dua ilə yanaşı həmçinin zikirlər var. Yəni şəriətimizdə peyğəmbərimizin bizə öyrətdiyi zikirlər var ki, o insana həm mənəvi rahatçılıq verir, həmçinin duanın qəbul olmasına səbəb olur. Misal üçün bəzi kitablar, dua, zikir kitabları var ki, onları yəqin ki siz qeyd edərsiniz. Orada müsəlmanın sıxıntı anında edəcəyi dualar var. Hüzün anında edəcəyi dualar var. Bəla və müsibət anında edəcəyi dualar var. Şərhdə bunu qeyd edərik videonun. Bəli, şərhdə onu qeyd edin. Yəni bu dualar doğrudan da, yəni həm bizə bir dayaq olaraq biz dua edəndə o asanlıq, rahatçılıq taparıq. Həmçinin Allah Taala'nın icabəti var. Yəni bu duanı eşidir, insana icabət edir. Xüsusən sıxıntıya düşmüş insanın etdiyi dua daha səmimi olur və daha tez icabət olunur və buna insanlar dinləyicilər şahid ola bilərlər öz həyatlarında ki, nə qədər hadisələr, durumlar baş verib ki, sıxıntılar baş verib ki, orada yardım istəyiblər, o yardım onlara gəlib. Hətta zərərli vərdişlərdən dönənlər də olub. Bəzən bəla gəlib onlara, yəni onlar o səbəb olub ki, daha, yəni belə deyək də, hər nemət insanı, elə nemət var, insanı Allahdan uzaqlaşdıra bilir. Elə bəla var, insanı Allaha yaxınlaşdıra bilir. Yəni tam da o demək deyil ki, hər bəla pisdir, hər nemət yaxşıdır. Yəni burada bir yəqin incəlik var. Bəli, doğrudan da elədir. Yəni bəla, necə dedik ki, əgər bəla gəlirsə, bu o demək deyil ki, bu Allahın bir əzabıdır. Xeyr, bu imtahandır. Necə ki, peyğəmbərlər imtahan oldu. Evet. Misal çəkmək olar, Eyyub peyğəmbər, yəni illərlə xəstə olub, bədəni çürüyüb, yəni ağır sınaqlardan keçib, sonunda yəni Allah Taala ona şəfa verib, o da yəni bir duadan sonra baş verib, amma müəyyən yerdə yenə də sıxıntı, hüzün, kədər yaşayıb. Amma bu onu yenə də Allahdan döndərməyib. Yəni bu sıxıntı, bu kədər onu Allahdan uzaqlaşdırmır. Bu da onu göstərir ki, insan hansı bir hala düşürsə düşsün, depressiyaya düşsün və ya sıxıntıya düşsün, panik atak yaşasın, onun ən gözəl çıxış yolu Allaha yönəlməkdir. Çünki bu qəlblər Allaha ibadət üçün yaradılıb. Çünki bu qəlblər daimi yaşamaq üçün yaradılıb. Təkcə bu dünya üçün deyil. Yəni Ali müəllim bu məsələyə daha geniş açıqlama verər. Yəni biz sırf bu dünya üçün yaşamırıq. Bizim daha böyük Bu haqda sual verəcəm Ali müəllimə inşallah. Bu barədə bəzən belə şey də deyirlər ki, söz də deyirlər ki, yəni təbii ki, bu möminlərə aiddir, Allahın sevdiyi qullarına aiddir, yaxud iman gətirmiş. Zaten o Allahın unutduğu kəslərə Allah çoxlu var-dövlət də verə bilir falan. Deyir, Allah sənin səsini eşitmək istəyir. Yəni bəzən olur ki, Allah inancılı, mömin bir kəsə sınaq göndərir, bəla göndərir. O da kövrəlir, sıxılır, təklikdə yalvarır Allaha. Hətta belə bir söz var, deyirlər ki, bəzən xəstəxanalar elə bir ixlaslı dualara şahid olur ki, xəstəxananın divarları. Bəzən olur ki, meşid o dualara şahid olmur. Yəni insanlar elə vəziyyətdə olanlar var ki, yəni ağır xəstələr elə içdən dua edirlər ki, göz yaşlarla. Bəzən deyir ki, təbii ki, həmişəyə aid deyil yəqin ki, meşidin divarları belə buna şahid olmur. Belə bir. Yəni Allah razı olsun, təşəkkür edirəm. Ağali mənim bir sualım, son sualım da var sizə.
yaxud bir sualım var sizə. Bu ümumiyyətlə qəlb sıxıntısı, bu depressiya olanda şəxsən hər birimizdə müəyyən müddət ola bilər bu. İnsan hətta çox bahalı bir maşını olsun, evi olsun, şirkətləri olsun, zənginliyi olsun, bu qəlb ki sıxılır, yəni onlar olur sıfır. İnsanın gözündə bütün dünya nemətləri gedir. Yəni huzur tapa bilmir, rahatlıq tapa bilmir. Yəni İslamda da belə bir şey varmı ki, yəni ümumiyyətlə İslam da bir həqiqətdir də təbii ki, əsl xoşbəxtlik elə qəlb rahatlığıdır. Yəni bu ümumiyyətlə bu qəlb rahatlığıdırmı və bu sıxıntılardan bir belə deyək, bunun bir əsas teoriyası nədir? Bunun bir bu əsas həll yolu nədir ki, bu insanlar bu sıxıntıdan çıxsınlar? Yəni İslam dini buna konkret nələr deyib ki, yəni effektiv bir variantlar, effektiv bir çarələr, yəni hansı çarələr var ki, yəni insanlar bu sıxıntıdan çıxsınlar, bu dərdlərdən çıxsınlar, bu qəlb rahatlığına qovuşsunlar. Bu günləri həqiqətən də cəmiyyətimizdə yəni hər bir insanın ehtiyac duyduğu bir şeydir. Ələlxüsus da bu günlər sosial şəbəkələrdə, xəbərlərdə elə bir hadisələr görürük, izləyirik və hətta insanlarla tanış oluruq, yaxından söhbət edirik, məscidə gəlirlər, namaz qılmayan insan üst tutur, məscidə gəlir, söhbət edilir, zəng edir, suallar verir bizə. Görürsən ki, insanlarda kifayət qədər dərd-kədər var. Dərd-kədər var və hər kəs bunun peşindədir ki, bunu necə eləyim, özümdən qaldırım. Birincisi, insan bilməlidir ki, bu dünya imtahanlar diyarıdır. Biz orta məktəbə gedirik, təhsil almaq üçün. Orta məktəb öz-özlüyündə bir imtahandır. Oxuyuruq, sonda imtahan veririk, hər öz biliyinə görə orada imtahandan nəticə qazanır. Eləcə də universitetdə və s. Yəni əsas bu deyil. Bu dünya, əsas bu deyil. Bu dünya özü də bizi axirətdə gözləyəcək əbədi həyatın qismində bir imtahan dünyasıdır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, biz sizi biraz qorxu, biraz aclıq, biraz qıtlıq, biraz canınızla, biraz malınızla imtahan edəcək və səbr edənləri müjdələr. Bəlkə üzr istəyirəm, biz hələ bundan barışa bilmirik, bunu dərk edə bilmirik ki, bura müəqqətdir. Təbii ki, sıxıntılarımız bundandır. Təbii ki, çünki buna görə əsas birinci insanda iman lazımdır. İnsanda qeybə iman olmalıdır. Allah Teala müttəqiləri, möminləri Quran-ı Kərimdə ilk vəsfində buyurur ki, onlar o kəslərdir ki, Bəqərə surəsinin əvvəllərində qeybə iman gətirənlər. Nədir qeyb? Cənnət və cəhənnəm. Nədir qeyb? Allahın varlığı. Nədir qeyb? Allah Teala buyurur ki, biz bu həyatı sizin aranızda bölüşdürdük. Paylaşdırdıq. Yəni bugün məndə olan imtahan sabah səndədir. Səndə olan o birisindədir. Mən sağlamam, sabah xəstəyəm. Sən xəstəsən, sabah sağlamsan. Mən zənginəm, sabah kasıbam. Sən kasıbsan, sabah zənginsən. Və beləcə həm fərdi olaraq, həmçində hətta ölkələr, ictimaiyyət arasında bu dəyişir insandan insana. Vaxtdan vaxta, zamandan zamana. Və beləcə bu dünya bu şəkildə də davam eləməlidir. Bax, dünənə qədər zəngin olan bir ölkə, hansı ki başqa bir ölkəyə yardım edirdi. Bir neçə ildən sonra, bir neçə əsrdən sonra əksi olur. Bir də Ağali müəllim, sizə dəstək olaraq demək istəyirəm ki, yəni bu imtahana təbii başa düşdük imtahandır və ikinci əsas məsələ odur ki, yəni Allah Məlik-i Yevmiddin, yəni qiyamət gününün sahibidir. Qiyamət gününün sahibidir. O qiyamət günü ki, insanların qəbirlərdən çıxdığı gündür. Bu böyük bir hadisədir. Quranda Nəbə surəsi də var, yəni bir böyük bir xəbərdir. Yəni bu böyük bir xəbəri başa düşən, dərk edən insan, yəni artıq bu öz çətinlikləri ona daha kiçik göstərir, deyilmi? Yəni o hadisələrin qarşısında bizim düşdüyümüz sıxıntı və ya çətinlik nədir ki, əgər insanlar hamısı əvvəldən sona qədər qəbirlərdən çıxarılıb əbədiyyətə qovuşacaqsa, adil şəkildə Allah Teala onların arasında qərar hökm verəcəksə, cəza layiq olanlar cəza diyarına, mükafata layiq olanlar cənnətə gedəcəksə, deməli burada daha böyük məsələlər var. Yəni bu məsələlərdə imanını artıran, bu yəqinliyini artıran, təbii ki, bu dediyimiz bu çətinliklər, sıxıntılardan, nələrdən çox rahatlıqla qurtula bilər, elə deyil. Yəni bu açıdan biraz daha geniş açıqlama verərdiniz. Baxın, Peyğəmbər sallallahu əleyhi və səlləm dualarının birində deyir ki, Allahım mənə elə bir iman yəqinliyi ver ki, dünya müsibətləri məni unuttursun. Həmin o yəqinliyi nədir? O dediyiniz axirət gününün varlığına iman.
nə ki insanı əbədi həyat gözləyir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bu dünyada ən rifah içində yaşayan kafir bir dənə cəhənnəmi görməyi ilə bu dünyadakı töv rifahı, ən ləzzətli keçirdiyi günləri unudacaq. Bu dünyada ən zəngin yaşayan insan, ən dad ləzzətləri dadmış insan. Amma imanı olmamış, belə deyək. Kafir. Hə, kafir. Cəhənnəm ona göstərilib çıxarılacaq, əzabını dadmayacaq, sadəcə görəcək cəhənnəm. Hamısı unudulacaq. Onun əksi olaraq bu dünyada ən çətin istirablar içində yaşayan, ən kasıb, ən dərd-balaya düçar olmuş mömini isə gətirib sadəcə cənnətə salıb çıxarılacaqlar. Və bu dünyadakı bütün istirabları unudacaq. Deyiləcək ki, dünyadaykən bir qəm-kədər gördünmü deyəcək ki. Kafirə deyiləcək ki, bu dünyadaykən bir dad ləzzət gördün deyəcək ki. Yəni insan bilməlidir ki, axirət həyatını görmək ona bu dünyanı unutturacaq. Sadəcə görmək. Üzr istəyirəm, imansız yaşamağın mənası nədir? Yəni belə Bəli. Hər iki sinif insan bu dünyadakı halını unudacaq. Və insan bunu bilməlidir. Bunu bilməli ki, mən bu dünyada nə ilə imtahan oluramsa olum. Birincisi, bilirəm ki, gücüm çatdığı şeydən artığı ilə Allah Teala məni yükləməz. İkincisi isə Allah Teala məni yüklədiyi şeylə məni təmizləyir və axirətdə mənə rifahlı bir həyat hazırlayır. Və bu dünyadakı insanın seçimi, axirətdəki seçimi onun, belə deyək də, mükafatıdır. Kim bu dünyada Allahdan qorxarsa, axirətdə ona əmin-aman bir yurdu var, əmin-aman bir həyat var. Kim bu dünyada Allahdan qorxmazsa, bu dünyada əmin arxayın yaşayarsa, heç nə vecin olmazsa, təbir icazə etsə, axirətdə isə onu elə ölən günündən qorxu bilir. Allah təala ki, o kəslər ki, dedilər Rəbbimiz Allahdır. Doğru yol tutdular. Ölüm anında mələklər onlara nazil olar. Deyərlər ki, qorxmayın, kədərləməyin, səbəd olunan cənnətlə müjdələnin. Sizin nəfsinizin istəyəcəyi hər bir şey orada sizin üçün hazırlanmışdır. Bağışlayan, rəhimli olan Allah Teala tərəfindən sizə ziyafət olaraq. Yəni Allah bizi cənnətə çağırır. O Quranda da belə bir ayə olmalıdır. Amma biz dünyanı istəyirik. Salamatlıq diyarına. Biz sanki dünyanı istəyirik. Bu dünya müvəqqətidir. Elə bir ki, ana bətnində idin. Ana bətnində. Sən deyirlər ki, gəl çıx bu dünyaya. Deyirsən, yox, mən buradayam, mənlə həyatım bura. Deyirlər, gəl çıx, gör burada nələr var deyirlər. Bax, bu dünya ilə axirətimizin misalı ondan daha böyükdür. Yəni maddi həyatın davam edə biləcəyi daha bir mükəmməl həyat var. Bəzən insanlar elə düşünür ki, yəni axirət deyəndə mükəmməl və əbədi. Mükəmməl və əbədi. Bəzən düşünürlər ki, insan ölür, ruhu çıxır, yəni haralardasa xeyr. Yəni insan öz bədəni ilə, öz cəsədi ilə, ruhu ilə əbədiyyətə qovuşur. Yəni ruh kimi bəzən belə suallar verirlər ki, insan artıq ruh oldu, öldü və o ruhlar aləmində, göylərdə yox. Bu doğrudan da maddi bir həyatdır. Bədənimizlə ən gözəl şəkildə, fiziki bir formada, bəli, ən yüksək hissiyatlarla ruhun bədənə birləşdiyi ən mükəmməl bir halı. Əsl həyat. Bəli, əsl həyat. Bəli, yəni bəzi insanlar təsəvvürünə gətirə bilmir onu, amma biz demək istəyirik ki, yəni maddi həyat götürəndə axirətdə olan maddi həyat daha mükəmməldir. Daha mükəmməl. Yəni bu maddi həyatda, bu maddilikdə bizdə xəstəlik var, amma axirətdə cənnətdə xəstəlik yoxdur. Burada qocalmaq var, orada qocalmaq yoxdur. Yəni burada bəzi bəlalar, müsibətlər, yəni dünya həyatının çətinlikləri, sıxıntıları orada yoxdur. Ən azından yorulmaq var, yatmaq var. Hansı ki, o zənginlər də, ən rifah içində yaşayan insanlar da duyurlar, yaşayırlar, amma axirətdə yox. Yəni o başa düşülməlidir ki, biz həqiqi maddi həyatdan danışırıq. Yəni orada yuxu kimi bir şey deyil. Nəsə mifdən danışmırıq. Yəni çox insanlarda belə qəribə təsəvvür var. Gerçəklik sübut olunur. İnsan ölür, artıq keçir, yəni o keçir bir yuxu kimi bir aləmə, yox, yuxu real aləmə keçir. Çünki biz əgər hesab günündən danışırıqsa, hesab günü insanların qəbirdən cəsədlə çıxdığı gündə, əbədiyyətə qovuşduğu gündə. Onu dərk eləmək lazımdır. Əgər biz onları dərk eləsək, artıq bütün bu sıxıntılar, bizim mövzumuz da odur ki, sıxıntılar, depressiyalar, nələr, hamısı nədir? Yəni, insan sabaha bir ümidi yoxdur. Əgər sabaha bir işıqlı ümidi olan insan necə ola bilər ki, kiçik sıxıntılardan narahat olsun? O bilir ki, daha böyük sıxıntılar, problemlər var, onun üçün çalışır. Və ya daha böyük bir mükafat var, ona can atır. Daha böyük mükafata can atan insan, yəni kiçik sıxıntılarla çox da özünü məşğul edər? Təbii ki, yox. Təbii ki, yəni bu iman, axirətə o böyük iman depressiyadan, sıxıntılardan, hüzündən qurtulmaq üçün ən böyük vasitədir. Belə deyək də, üzr istəyirəm, qeyri-müsəlmanların, belə qərbin, məsələn, ən qorxduğu şeylərdən biri ölümdür. Yəni o da həyatın sonudur.
Yəni bizim elə bir dinimiz var ki, ölümü bizə yeni həyat kimi motive verir. Yəni biz qətiyyən müsəlman olaraq əslində depressiyadan çox uzaq olmalıyıq. Ölüm keçiddir yəni. Bəli. Bir də bir maraqlı bir şey hesablamışdım. Sizə də istəyərdim izləyicilərimizə çatdırım. Siz də bir düzəlişləyərsiniz yaxud bir şərh verərsiniz. Deməli, bu Quran-ı Kərimdə ayə keçir. Rəbbinin yanında olan bir gün sizin saydığınız 1000 il kimidir. O axirətin əbədiliyi ilə bu dünyanı müqayisə eləmişdi. Məsələn, fərz edək ki, dünyada 83 il yaşadıq. Bu əbədi axirət yurdu ilə xırda fərq ilə 2 saat edir. Yəni 83 il ömrümüz o ayəyə nisbətdə. Buna dəlil Həcc surəsi 47-ci ayədir. Yəni Rəbbinin yanında olan bir gün sizin saydığınız 1000 ili kimidir. Əbədi həyatımıza nisbətdə 2 saata yaxın ömrümüzü tövhidsiz, namazsız, hicabsız və s. günahlarla keçirib cəhənnəmə qazanmağa dəyərmi? Yəni sonra Əl-İnfitar surəsi 14-cü ayədə şübhəsiz ki, günahkarlar cəhənnəmdə olacaqlar. Allah bizləri qorusun. Amin. Yəni bu fani dünyanı axirətə dəyişməyə dəyərmi? Yəni bu əbədi olanı bu faniyə. Yəni buna da ola bilər fikir vermirlər çox insanlar ki, bura qısadır, fanidir. Bəli, əlbəttə ki, yəni insan birinci axirət həyatının gerçəklərinə inanmalı ki, belə axirət həyatı gerçəkdir, əbədidir və bu dünyanın misalında yəni ki, müqayisə olunan bir şey deyil. Çünki bu dünya nə olur olsun çox az bir miqdardır. İnsan ana bətnində qalması 9 ay müddət, İnsan yaşam ömrünə baxsan 50 il, 60 il, 70 il arasında gör nə qədər böyük fərq eləyir. 3/1 yatmağa gedir. Amma bunun bir sonu var. Hə, bunun hələ bir sonu var da. Yəni ki 50 il, 60 ildən bitir, tükənir. Amma axirət həyatı əbədidir. Yəni sonunu əbədlə müqayisə edir. Amma tabii ki onlar deyir ağacları altından çaylar axan cənnətlərdə əbədiyyən qalacaqlar. Beləcə də cəhənnəmdə kafirlər. Hətta burada 1000 il yaşasaq belə yenə. Yəni əbədi bir həyatdır. Yəni ki, müqayisə olunan bir şey deyil. Ona görə insan bunu dərk eləmir. İnsan başına bir sıxıntı gəldiyi zaman ələlxüsusda qadınlar, görürsən qaçırlar sehirbaza, qaçırlar falçıya, doğru düzgün olmayan mövqeyi alırlar. Doğru düzgün olmayan mövqeyi alırlar və yaxud daha betərdir. Ən yaxşı halda da görürsən ki, gedirlər psixoloqlarda məsləhət almaq. Əslində məsləhət almaq pis hal deyil. Yəni yaxşı mövzu açdınız psixoloq məsələsini. Günümüzdə çox aktualdır. Məsələn, insan gedə bilər, kimdənsə məsləhət ala bilər, söhbət eləyə bilər, dərdinə bir təskinlik tapa bilər. Allah Teala Quran-ı Kərimdə onların işləri öz aralarında bir şuradır, məşvərətdir. Möminlərin vəsf eləyərək buyurur Allah Teala. Və Peyğəmbəri sallallahu əleyhi və səlləm bilir ki, deyir, onlarla məsləhətlər praktik olaraq həyatına baxanda zövcəsi Ümmü Sələmə ilə məsləhətləşib, gecə səhərə qədər Əbu Bəkirlə, Ömərlə oturub ümmətin işi barədə müzakirə edib, məsləhətləşib. Onlar insan baxmalıdır özündən ağıllı, müdrik, elmli və ona doğru istiqamət verən bir insanla məsləhət eləməlidir. Amma bugünkü psixoloqlar böyük əksəriyyəti, inciməsinlər mənim sözümlə, insanlara egodan başqa bir şey təbliğ eləmirlər. Ailələr, ələlxüsusda xanımlar onlara üst tutanda, xanımlara sırf təbliğ elədikləri şey egodur. Yəni ən birinci təbii ki, hamısını aid eləmək. Hə, yəni böyük əksəriyyət, yəni bunların ümumiyyətlə düsturudur. Bu yaxında bizim bir yaxın adam var. Yəni özümüzə yaxın bir adamdır. Mən özümə şəxsən yaxın adamımdır. Bu məsələlər barədə ondan xahiş elədim müəyyən məsələləri araşdırsın. Psixologiya elmləri var. Şəriətlə müqayisə eləyəndə tam olaraq gördük ki, yəni haramdan başqa bir şey deyil. Heç insanlara doğru istiqamət vermir iman nuru ilə baxanda. Çünki görürük bunu biz belə deyək də, görürük ki, yəni əksər hallarda psixoloqa müraciət edən ailələr sonunda dağılır, boşanırlar. Onlar ortaq bir məxrəcə gətirib çıxarda bilmir. Çünki baxmayaraq onlara, o da bir özünə görə elmdir, insan psixologiyasını onlar öyrənirlər, tanıyırlar, insan nədir, nəyə malikdir, nəyə qadirdir. Amma insanı yaradan Allah kimi sən ona istiqamət verə bilmərsən. Bəli. Çünki psixologiya, bugünkü psixologiya fəlsəfəyə dayanır. Fəlsəfənin verdiyi istiqamətlə Allah Teala, hansı ki Allah Teala özünü vəsf edərək buyurur ki, məyər yaradan Allah bilmirmi? Hansı ki o xəbərdardır və lütfkardır qullarına qarşı. Qullarına qarşı lütfkar olan, qullarına qarşı onların halından xəbərdar olan Allah kimi onlara kim istiqamət verir? Ona görə müsəlman cəmiyyətlərində görürsən gedib alimlə otururlar. Götürür həyat yoldaşı, gedir oturur şeyxin yanında, hocanın yanında, elmli, bilikli, oturur yanında, deyir ki bizə bir istiqamət verir. Aramızda bir problem var, aramızda bir mübahisə var ki onu biz çözə bilmirik. Gedib otururlar, o da zaten özündən heç nə demir, deyə də bilməz. Öz müdrikliyi ilə, öz ağlı ilə, hikməti ilə, Quran-ı Kərimdəki Allahın ayətlərindən onlara çıxış yolu göstərir. Çıxış yolu göstərir, bəli, bu da öz bir çözümdür. Yoxsa get sən
ilk sözləri nədir? Yəni onların devizləri nədir bu iki psixoloqlar? Deyir ki, sən özün, birinci özünü harda görürsən? Özünü necə görürsən? Özünü necə müdafiə edirsən? Özünü necə qoruya bilirsən? Öz azadlığın, hürriyyətin nə dərəcədə? Bəs insan bu dünyada qurban verməsə yaşaya bilməz axı. Yaxşı, sən getdin psixoloqa, sənə dedi ki, özün. Mən də getdim, dedi özün. O da getdi, dedi özün. Tək özümüzü fikirləşə bilməliyik. Kim qurban verməlidir? Bugünkü psixologiyada qurban vermək yoxdur, amma insan həyatı qurban verərək davam edir. Mən də nəylərimdənsə keçməliyəm. Sən də keçməlisən. Biz ortaq bir məxrəcə gəlməliyik, kompromis yaratmalıyıq aramızda ki, bu həyatımız davam eləsin. Bu ailəlik davam eləsin və yaxud da cəmiyyət, şəriklik, nə olursa olsun. İnsanlar qurban verməsə yaşaya bilməz. İnsanlar bir-birinə kömək eləməsə yaşaya bilməz. Və belə olduğu halda görürük ki, bəli, yenə də sonunda dönüş yerimiz, müraciət alacağımız ən doğru mənbə Qurani Kərimdir. İslamdır, İslam elmləridir. Qəlbimizi Allahın zikri ilə, dualarla necə qardaşdır. Qəlbimizi doyuzdurmaq, toxlaşdırmaq ki, bəli, biz rahatçılıq tapaq və beləcə xoşbəxt olaq. Təşəkkür edirəm. Yox, çox dəyərli mövzuya toxunmuşuq və gözəl, belə deyək, sonluqla. Elnur müəllim, nəsə əlavə eləmək istəyirsinizsə, eləyin, yaxud? Demək olar ki, əsas şeylərdir. Yekun olaraq, yəni, mövzumuza qaydırır. Yəni, bu sıxıntı, depressiya. Qurani Kərimdə belə bir ayə var ki, kim mənim zikrimdən, məni anmaqdan, xatırlamaqdan üz döndərərsə, ona sıxıntılı həyat var. Yəni, bu göstərir ki, yəni, Allahdan üz döndərmək sıxıntının əslidir. Yəni, kim dindən uzaqlaşarsa, Rəbbindən uzaqlaşarsa, çünki ən böyük mənəviyyat dinimizdir. Yəni, insan bundan uzaqlaşarsa, o sıxıntılardan onun qurtarması çətin məsələdir. Sıxıntının ondan uzaqlaşması çətin məsələdir. Yeganə bir yoldur ki, yəni Allaha qayıtmaq, dinimizə qayıtmaq, ibadət, dua və buna bənzər şeylər bizi bu sıxıntılardan, bu depressiyalardan, bu hüzündən yayındırar. Allah razı olsun, təşəkkür edirəm. İzləyicilərimizə də rahat həyat, rahat qəlb, hüzurlu həyat arzulayırıq. Salam aleykum. Allah razı olsun.